Salamlar hər kəsə. Bu günü Astronomiya Olimpiyadasına suallarla baxacağıq. Josep Ali Orta Məktəbində İllik Elm Festivalı 2015-in Astronomiya Olimpiyadası suallarına baxırıq. Birinci sual. Hansı planetlər öz oxu ətrafında şərqdən qərbə doğru fırlanır? Dəqiqə. Burada əslində cavab təbii ki də bir dəqiqə. E, e, hə. Burada təbii ki də cavab əlbəttə ki, Uran və Veneradır, D variantı. Çünki əslində belədir şəkil. Deməli, ümumiyyətcə coğrafiyada bilindiyi üzrə bir planetin yuxarı tərəfi şimal, aşağı tərəfi cənub olduğundan, aşağı tərəfi cənubdur. Elə düşün ki, bu dünyadır. Bu çəkilən dünyadır. Ancaq Venerada isə şimal tərəf aşağı və cənub tərəf isə yuxarı tərəf göstərir. Yəni ümumiyyətcə burada bir də D variantıdır. Ondan sonra 1D deməli. İkinci sual. Günəşlə dünya arasındakı minimum orta məsafə filan vaxtda baş verir. Burada isə C variantı yanvardır. Günəşlə dünya arasında minimum orta məsafə, yəni ən yaxın məsafə perihel 3 yanvar vaxtı baş verir. Üçüncü sual. Günəşlə dünyanın ən yaxın məsafəsinə nə deyilir? Burada təbii ki də periheldir bu variantı. Çünki apel günəşlə dünyanın ümumiyyətcə ulduzla planetin ən uzaq məsafəsinə deyilir. Perihel ulduzla planetin ən yaxın məsafəsi. Apogee planetlə peykin ən uzaq məsafəsi. Perigee isə planetlə peykin ən yaxın məsafəsinə deyilir. Sonra dördüncü sual. Ay səthinin nə qədər hissəsi dünyadan görünür? A variantı burada təxminən 59%. Çünki ümumiyyətcə ay öz oxu ətrafında fırlanmadığı üçün yəni insanlıq hələ ki ayın 59%-ni görə bilir. Ondan sonra 5-ci sual. Üstün planet Günəşlə qarşı-qarşıya gəldikdə onunla neçə dərəcə buzaq altında olur? Burada təbii ki də şəkli çəksək, elə düşünün ki, bu planetdir. Bu isə ulduzdur. Yəni, burada elə xətti çəksək, ümumiyyətcə burada 180 dərəcə, yəni açıq bucaq yaranacaq. Ona görə də burada D variantıdır. Sonra, 6-cı sual. Ay səthində kütlə və çəki azdır, yalnız kütlə daha azdır. Kütlə sabit qalır və yalnız çəki azdır. Kütlə və çəki dəyişməz qalır. Burada isə C variantıdır. Kütlə hər bir planetdə eyni olaraq qalır. Ancaq indi çəkinin düsturu bildiyiniz üzrə P bərabərdir mg. Yəni elə düşünün ki, orada 80 kilo olan bir insan, ay səthində qravitasiya intensivliyi 1.62-dir. Yəni ona görə çəki daha az olacaq. Çəki daha az olacaq. Qiymət isə burada çəki daha az olacaq, amma kütlə eyni qalacaq. Ona görə C variantıdır. 7-ci sual. Qalaktik il Günəşin qalaksi ətrafına dövr etməsi üçün sərf etdiyi müddətdir. Yer illərində qalaktik il nə qədərdir? Burada təbii ki də B variantıdır. 230 milyon il. B variantı. Goldilok zonası nədir? Goldilok zonası digər adı ilə yaşanıla bilər zona. Burada təbii ki də A variantıdır. Planet səthlərindən maye suyun mövcud ola biləcəyi bir ulduz ətrafındakı zona. Əslində insanların yaşaya biləcəyi bir ulduzun ətrafındakı zona sözü də mənaca uyğun gəlir. Ancaq yəni insanlıq məsələn soyuq planetlərdə belə yaşaya bilər və yaxud da ki isti planetlərdə belə yaşaya bilər. Sonra 9-cu sual. Qalaksi mövcudluğumuz üçün nə dərəcədə vacibdir? Qalaksilər olmadan kainat genişləyə bilməz. Heç əlaqəsi yoxdur. Qalaksilər olmasa böyük partlayış da olmazdı. Heç əlaqəsi yoxdur. Qalaksilərin planetlərin ulduzlarının ətrafına ayrılmasının qarşısını alır. Onun da heç əlaqəsi yoxdur. Qalaksilər ulduzlarda olan ağır elementləri gələcək nəsil ulduzlara çevirir. Təbii ki də burada D variantıdır. Ağır elementlər deyəndə əsasən
dəmir elementinə qədər nəzərdə tutulur. Jupiter peyklərini kim kəşf etmişdir? Aristotel, Ptolomey, Kepler, Galileo, Tycho. Təbii ki də burada ilk dəfə Galileo kəşf eləmişdir. Jupiterin indi düzdür, çox peyki var. Ancaq Galileo Galilei ilk dəfə Jupiterin Io, sonra Europa, Gallisto və Qanimed peyklərini kəşf eləmişdir. Ona görə də D variantıdır. Laboratoriya ölçmələrindən məlumdur ki, hidrogen əmələ gətirdiyi müəyyən spektral xətt 486.1 nanometrdir. Dalğa uzunluğunda görünür. Müəyyən bir ulduzun spektrində eyni hidrogen 485.9 nanometr dalğa uzunluğunda görünərsə nə nəticəyə gələ bilərik? Təbii ki də indi belə yazsaq 485.9 kiçikdir 486.1. Yəni kiçikdir. Ona görə də D variantıdır. Ulduz bizə doğru hərəkət edir. Ulduzun uzaqlaşmasına redshift, ulduzun yaxınlaşmasını isə blue shift deyilir əslində astronomiyada. 12-ci sual. Hansı planetin orta səthi temperaturu ən yüksəkdir və niyə? İndi burada deyə bilərsiniz ki, Merkuridir. Çünki Günəşə daha yaxındır. Merkurinin atmosferi olmadığı üçün planetdəki olan istiliyi səthdə o qədər də yaxşı saxlayanmır. Ancaq Veneranın sıx karbon qaz atmosferi olduğundan istiliyi elə saxlayır ki, planet çox isti olur. Yəni bunu belə şey kimi düşünə bilərsiniz. Bunu belə ocaq kimi düşünə bilərsiniz. İstiliyi saxladığından ötürü C variantı. Venerada sıx karbon qazı atmosferinə görə ən isti planet Veneradır. Planetin səth temperaturunu necə müəyyən etmək olur? Ulduzun ölçüsü və məsafəsinə görə daxili temperatur və atmosfer, ölçü və kimyəvi tərkibinə görə ulduzdan məsafə və atmosferdən ölçü və atmosfer. Təbii ki də burada D variantıdır. Ulduzun məsafəsi və atmosferinə görə. Günəş ləkəsi dövrü üçün doğru olmayanı seçin. Günəş ləkələri sayı hər 11 ildən bir zirvə həddinə çatır. Günəş ləkələrinin sayında hər sonraki zirvə ilə Günəşin maqnit qütüblüyünü tərsinə çevirir. Günəşdə nüvə birləşməsinin sürəti hər 11 ildən bir zirvə həddinə çatır. Dövrün maqnit aktivliyinin bir dövrüdür. Günəş ləkələrinin sayı dəyişikliyi dövrünün yalnız bir təzahürüdür. Günəş halqalanmaların sayı təxminən hər 11 ildən bir zirvə həddinə çatır. Bu da C variantıdır. Nüvə birləşmələrinin sürəti. 15-ci sual. Hertzsprung-Russell diaqramında əsas ardıcıllıq xarada ən böyük kütləyə malik olan ulduzlar tapmaq olar. Bu da təbii ki də C variantıdır. Çünki Hertzsprung-Russell diaqramında, daha doğrusu ulduzlar belə gedir. Əsasən bu tərəfdə gördüyünüz ulduzlar daha çox aşağı kütləli ulduzlardır. Aşağı kütləli ulduzlar olduğu üçün yuxarı kütləli ulduzlarda əsasən burada yerləşir. Ona görə C variantıdır. Sirius A ulduzudur və Rigel isə B sinifi ulduzudur. Bunlardan hansı doğrudur? Sirius nüvə temperaturu Rigeldən daha yüksəkdir. Rigelin səth temperaturu Siriusdan daha yüksəkdir. Təbii ki də burada B variantıdır. Çünki ulduzların sinifinə görə O, B, A, F, G, K, M olaraq ulduz sinifləri var. Çünki burada belədir ki, ən isti ulduzlar O sinifi olur. Aşağıya getdikcə ulduzların səth temperaturu, istiliyi soyuyur. Ona görə də M ulduzlara əsasən qırmızı cırtdanlara, daha doğrusu qırmızı cüzələrə aiddir. O sinif ulduzlar isə mavi ulduzlara aiddir. Ona görə də B variantı. Qalaksi qruplarının daxilində fəza genişlənmir. Çünki burada əslində 17-də
Kainatın genişlənməsi yalnız boş fazaya təsir edir. Maddənin mövcud olduğu fazaya aid deyil. Kainat tələbatçısının genişlənmə başlaması kifayət qədər yaxşı deyil. Kosmos qalaksi qruplarının daxilində genişlənir. Onların cazibə qüvvəsi kainat genişlənərkən belə onları birdən saxlayacaq qədər güclüdür. Qalaksilərin uzaqlaşdırmaq üçün çoxluqlarda kifayət qədər maddə yoxdur. Burada əslində 17 D variantıdır. Qara dəniz var şiddəti radiusu nədən asılıdır? Gördüyünüz kimi əslində burada D variantıdır, qara dəniz kütləsindən. Çünki sıvar şildi radiusu ümumiyyətcə düsturu belədir. RS bərabərdir 2Gm, yəni burada əslində kütlədən asılıdır. 2Gm bölünsün S üstü 2. S işıq sürətidir, G qravitasiya sabitidir, M dəki kütlədir. Ona görə əslində sıvar şildi radiusu kütlədən asılıdır. D variantı. Aşağıdakı yerləşənlərdən hansı cisim yaşamaq üçün əlverişli hesab edilmir? Avropa, Mars, Io, Qanimet, Tiqardın B. Tiqardın B eksoplanetdir. Yenə də yaşamaq üçün əlverişli hesab edilir. Avropa, Qanimet Jüpiterin peyklərindəndir. Əlverişli hesab edilir. Mars da yaşamaq üçün əlverişli hesab edilir. Io isə əlverişli hesab edilmir. Çünki Io'da çox aktiv vulkan olduğundan Io yaşanıla bilməyən bir peyk olaraq sayılır. 20-ci sualda Günəş yüksək kütləli ulduzların ətrafına fırlanan planetlərdə həyat tapmağı gözlənilmir. Çünki əslində burada 20 yüksək əslində burada C variantıdır. Çünki yüksək kütləli ulduzlar ömrü çox qısadır. Yəni əslində ömrü çox qısa deyəndə yüksək kütləli ulduzlar, yəni O sinifi ulduzlar, ömürləri 1 milyon ildir. 1 milyon il. İndi əslində 1 milyon il çox az gələ bilər. Ancaq yenə də 1 milyon il kosmik zamanda belə az müddətmiş kimi gəlir. Çünki yüksək kütləli ulduzlar nədir onun adı? Aşağı kütləli ulduzlara getdikcə ömrü artır. Yəni beləliklə aşağı getdikcə ömrü artır. Həm istilik azalır, səthi temperatur, həm də ki, həmin ulduzların ömrü artır. Məsələn ki, Günəş isə G sinifi ulduzdur. Əlavə məlumat olaraq. Situasiya sualları. Birinci sual, ayın magnitudu 12.5 və Günəşin magnitudu isə -26.7 olarsa, dolunayda ayın işığı Günəşin işığına neçə dəfə zəifdir? İşığı ipucu, interval parlaqlıqla tapacağıq. Cavab. Burada cavab B, ay. Daha doğrusu əslində belə yazılır, B ay olaraq yox. Ayın işarəsi belədir kosmosda, yəni kosmik simvol olaraq astronomiyada ayın işarəsi belədir. Və B, Günəşin işarəsi isə belədir, dairə içinə nöqtə. Bu isə bərabərdir 2.512. Çünki burada deyilir ki, 2.512 dəfə üstü mötərizə içində M1 çıx M2. M1 çıx M2 deyəndə, yəni delta M ümumiyyətcə, delta M bərabərdir -12.5 çıxırsın -26.77. Buradan da çıxanda müsbət ədəd qalır, mənfidən mənfini çıxanda. 14.27 olaraq ədəd qalır. Yəni üst olaraq 14.27-dir. Sonra 2.512 2.512 üstü 14.27 isə bunu kalkulyatorla hesablamaq lazımdır. Deməli 510, o da 510.505 510.505 olaraq alınır. Min deyil, sadəcə vergüldür, yəni 510.1000-də 505.
Yəni cavab budur. Sonra ikinci sual situasiya. Deyir ki, Sirius A1V əsas ardıcılı ulduzu maraqlı sən temperaturu tapmaq üçün Hertzsprung-Russell diaqramı. Deyir ki, burada tapın. Sirius təxmini olaraq gördüyünüz kimi bu yerdə yerləşir. Tam belə qırmızıya aldığım yerdə əslində yerləşir. Əslində super nəhənglər yüksək kütləli ulduzlar olsa belə zəif ulduzlar olurlar. Yəni aşağı temperatur olurlar. Ağ cücələr də elə eynilə. Ona görə də burada isə çevrəyə alsaq main sekvensin yuxarısında. Yəni çox sağ olun videomu izlədiyiniz üçün.